Salamlar, vaxtınız xeyir olsun əziz dostlarım. Baxın dostlar, təbii ki o fraqman kimi paylaşdığım evin axırki çəkilişinə başladım. Görürsünüz dostlar, yolla məsafəsi bax bu qədərdir. Yaşayışlı binaları, yəni görürsünüz də bu Novostroykaları. Necə bir yerdə evdir. Yəni belə bir başlıqla başlayaq ki, dostlar çəkilişə. Yəni ev şəxsi özü üçün tikilən evdir. Sadəcə indi təzyiq olaraq satışa çıxarıldı. Həqiqətən çox möhtəşəmdir, çox gözəldir. Hələ içini görün, deyəcəksiniz ki, gəlirəm alam da bu evi. Başlayaq təqdimata, təbii ki, yağış da yağır öz yeri. Dostlar, jalüz qapı, həyətdə belə bir döşəmə, qartalımız, şəlaləmiz, maralımız, ceyranımız, nə bilim, yox söhbəti, yəni yoxdur da bu evdə. Görürsünüz, hər şey incə, yəni işlə görüblər, maşallah olsun. Həqiqətən çox, yəni özümüzə bir ayrı zövq verdi də bu evin. Adi işıqlandırma orada var, burada gizli işıq qoyublar. Yuxarıda görürsünüz işığı, balkon hissəsini, evin çöl görünüşünü. Bir sözlə həqiqətən möhtəşəmdir. Qartalımız da söz sözüm deyir də. Buranı da göstərim sizlərə, baxın. Dostlar, deməli, baxın, bu evin qiyməti təcili olaraq satışa çıxarılıb və 155.000 manatla. Təbii ki, real alıcıya da xüsusi olaraq indirim mütləq olunacaq. Evin yerləşdiyi mövqeyi çox əlverişlidir. 9 daş deyək də belə. 9 daş kürsüdədir. Görürsünüz. İndi hələ siz içərini görəndə deyəcəksiniz, əsas evə qiymət verəcəksiniz. Adam yəni həqiqətən həyətdən də doymur, evdən də. Allah hər iki şəxs üçün xeyir eləsin, həm alan, həm satan üçün. Başlayaq evimizin daxilinə. Hazırsınız dostlar? Getdik. Baxın, bu bizim evimizin daxili, koridor sistemi. Təbii ki, bu gördüyünüz hissə hamısı istipoldan ibarətdir. Adi, bura qədər fikirləşin, yəni bunların göstərir ki, ev sırf satış məqsədli tikilmir. Yəni şəxsi özünə tikilir. Sadəcə olaraq indi təcili satışa çıxarıldı. Baxın dostlar, gəlirsiniz, burada sağdan mətbəximiz və nəyi göstərəcəm sizə? Görürsünüz, mətbəx mebelinə qədər, lüstruna qədər, əlavə quraşdırılmış işığına qədər var və bu işıq dəyişir. Görürsünüz, fərqli yana bilir. Yüksək keyfiyyətli mətbəx mebelimiz, aspiratorumuz, buradan balkona çıxmağımız üçün yer nəzərdə tutulub. Baxın. Həqiqətən, valla, bilməm video nə qədər çəkəcək, amma çox gözəldir, həqiqətən çox gözəl tikilmə evdir. Evimizin dostlar, təbii ki, 4 bir yanı kamera təhlükəsizliyi tərəfindən də qorunur, yəni ora qədər hər bir şey düşünülür. Təşkil edirəm, yəni ev sırf satış məqsədli tikilmir. Şəxsi tikilib, pərdəsinə qədər var, yəni sadəcə nə edirsiniz? İnşallah ki, razılaşırsınız, gəlirsiniz, radiatoru, kombini quraşdırırsınız, girirsiniz, yaşayırsınız və bəzi əşyalar getirməklə. Bu da bizim zal hissəmiz. Adi divarda 3D. Görürsünüz aboyu, alçıpana. Yəni maşallah olsun da, həqiqətən valla doyumdan özüm fikirləşim ki, bu videoya baxacam da. Bilməm sayını sizə baxacam. Deməli dostlar, təşkil edirəm, ev yerləşir Məhəmmədi binaların tam yaxınlığı. Yolla məsafəsini gördünüz, 50 metrə təxminən evdə 2 hamam ayrı yolsu var. Biri otaq üçün nəzərdə tutulur. Təbii ki, görürsünüz, aksesuarları belə quraşdırılır. Hamam aksesuarları. Duş kabinasına qədər var. Baxın. Duş kabinasına qədər. Yəni, düşünün ki, tək hamam aksesuarına 3000 manatdan çox xərc qoyulub. Bir də nəyə diqqətinizə çatdırım, dostlar, görürsünüz, prestijli yer olmağını göstərirəm. Hal-hazırda evin arxa hissəsindən Novostroyka inşasına başlayıblar. Təbii ki, xeyirli olsun onlar üçün də. İndi keçək bu birisi otağımıza. Bu bizim bir yataq otağımız. Görürsünüz. Yəni, həqiqətən zövq başqa bir şeydir də. Deməli, dostlar, təşkil edirəm, ev yerləşir Məhəmmədi binaların tam yaxınlığı. Tam təmirli, 4 otaqlı, bu gördüyünüz hissə hamısı istipoldan ibarətdir. Evdə bahalı, həddindən artıq bahalı işlər görülüb, adi aygılı hamamın, yəni sanitar qovşağının görürsünüz də yuxarı hissəsinə. Yəni, zövqlə, tam təmirli,
Bu tərəflərdə görsədim, rahat görə bilərsiniz səviyyəli. Duş kabinası hər iki otaqda, deyək ki, hər iki hamam ayrı olsun da hazırdır. Tam təmirlidir. Yəni mənim ümumiyyətcə həyat ayrı bir zövq verdi, evin daxili isə ayrı bir zövq. Təşkilən və cümlə cümləni çatdıram sizə. Dostlar, ev yerləşir Məhəmmədi sosial binaların tam yaxınlığında. Yolla məsafəsi 50 metrə. Ümumi torpaq sayısı 3 sot. Sənəti kubca. Həyətdə gördüyünüz şəvalənin, balkonunu, əl yumaq üçün olsun bulaq deyək ki. Yəni tam şəkildə hazır olan bu evin qiyməti 155.000 manata təcili olaraq satışa çıxarıldı dostlar. 4 otaqlı, super təmirli, evin təhlükəsizliyi kamera tərəfindən qorunur. Bu bizim təşkil edilən zal hissəmiz və ev koridor sistemidir. Allah alana da satan da xeyirli etsin inşallah. İnanıram ki, bu videoyla az da olsa, çox da olsa zövqünüzü oxşaya bilirəm. İnanıram ki, bəyənəcəksiniz. Səhifəyə daxil olub digər videolarla tanış ola bilərsiniz. Gününüz uğurlu keçsin. Növbəti evdə, növbəti çəkilişdə görüşənə dək. Səhifəyə daxil olub digər videolarla tanış olmağı unutmayın. Nəzərinizə çatdırım ki, hər qiymətdə hər cür evlərimiz mövcuddur. Allahın amanında olasınız. Növbəti videoda görüşənə dək.